Azərbaycanda ən varlı insanlara gəlirlərin cəmi 14% çatır. BMT-nin bir hesabatında belə deyilir. Bu rəqəm sosial mediada müzakirə doğurub. Çoxları belə düşünür ki, Azərbaycanda gəlirlərin 70-80%-dən çoxu varlı ailələrə çatır. Bir istifadəçi yazır ki, sitat, Azərbaycanda yaxşı halda kasıblara çatan 300-400 manat maaş pensiyadır. Bir də kartof, badımcan, boranıdır. Qalan neft, qaz gəlirlərini məmurlar, hakimiyyətdə olanlar əmdilər, xaricdə gizlətdilər. BMT-nin bu indeksi ölkələrdə gəlirlərin bərabərsizliyini ölçür. Başqa bir istifadəçi yazır ki, gəlirlər bərabər bölünsəydi, varlıların milyonluq villaları olmazdı. Kasıblar ev ala bilmir, gənclər evlənmir. Millətin say artımı mənfidir. Digər bir istifadəçi isə hesab edir ki, qazilərə verilən 80 manatlıq, yaşa görə verilən 220 manatlıq müavinətlər ədalətsizliyin bariz nümunəsidir. Sosial şəraitdən gileylənən istifadəçilər də var. Hər şey çox çətindir. 300-400 manatla dolanmaq olar sizcə? Əlbəttə yox, çətindir. Özünə paltar ala bilmirsən. İnsan hər şeydən özünü qısır. Daha bir istifadəçi isə hesab edir ki, işləyən insanlar kasıb olmaz. Sitat, ağlı olan işləyir, qazanır. Boş-boş çərənləyənlər isə ancaq onun bunun var dövlətini saymaqla məşğuldur. Kasıb doğulmaq sənin günahın deyil, kasıb yaşamaqsa sənin günahındır. Sitatın sonu. Azərbaycan hakimiyyəti tez-tez deyir ki, dövlət büdcəsi sosial yönümlüdür və əhalinin rifahı üçün sosial proqramlar həyata keçirilir.